Hər kəsə yeni bir vlogdan salam qızlar. Necəsiniz? Ümid edirəm ki, hər biriniz yaxşısınız. Bugün vloqa axşam vaxtı başlayıram. Niyə görə? Çünki indi evi artıq bəzəyirik Ramazan ayına aid. Oraları falan yazmışam, görmüsünüz. İndi isə buraları, dekorları gətirib qoyacağam. Bir də ki, qızlar, mən istəyirəm bura yuxarıdakı güzgünü gətirim qoyum. Buranın güzgüsü hələ ki hazır olub, daha doğrusu gəlməyib sadəcə olaraq. İstəyirəm ki, o güzgünü gətirim qoyum. Qabağına isə fənərləri, dekorlarımı falan qoyum. Üstünə bir-iki işıq atım. Elə bir Ramazan havası yaradım. Bunları da onsuz bundan əvvəlki vlogda görmüsünüz. Belə. Buranı isə pilləkənin o tutacaqlarına ayıldız ışıqları almışıq. İstəyirəm onları da indi yapışdırım. Əslində buraları hər tərəfə silib sonra yapışdırmalıydım. Amma mən tərsinə bir insan olaraq öncə bəzəyib sonra təmizləyəcəm. Yəni bu vlogu sırf bəzəmə videosu kimi paylaşıram. Sabahki vlogu isə sırf təmizlik üçün, yəni oraları, o şüşələri falan siləcəm, həyəti falan yumalıyam, bacardığım qədər yuxarı pəncərəni falan belə silməliyəm. Yəni sabahları nə qədər iş çatdıra bilsəm, hamısını eləmək istəyirəm. Görə indi sabahki vlogda hamısını bir gündə eləyə biləcəmmi, yoxsa yox. Nəysə, bu sabahın mövzusudur. İndi keçirib buraları yavaş-yavaş bəzəməyə. Qızlar, deməli bu gözlüyünü gətirdim bura, o gülü də gətirdim, qoydum onun yanına. Bunları da hələ ki belə qoymuşam. İndi pilləkəni gətirim. Çıxım onun ayıldız ışıqlarını falan vururum. Sonra ulduzlar asmalıyım oradan. Onları asım. Görməli orada nələr edirəm. Bu güzgünü də əslində belə küncdən qoydum. Sanki elə bil ki, bizim otaqdakı kimi görsəndi. Elə bil ki, paltar geyəndə baxmaq üçündür. Ona görə bunu belə düz qoydum. Onsuz da biz bura aldığımız güzgü də belə düz qoyacağıq deyə. Ona görə bunu da belə saxladım, qaldı. Bu fənərləri bilmirəm, orada qalsın, yoxsa bura qoyum. Bunları qərarsız qaldım. Hələ ki qalsın burada. Son yekun olaraq baxaq görə elə necə edirik. İndi isə belə işıqlarımı gətirdim. İşıqlarımın biri fərqlidir, biri isə fərqlidir. Bunu dediyim kimi müraciətdən almışdıq, ona görə belə. Nəysə, indi bunu da pilləkəni də gətirdim, qoydum oraya. Yavaş-yavaş çıxım, asım. Əsas məsələ pərdə işıqlarını taxmaqdır. Qızlar, baxın, oraları astım. Astım dedi ki, pərdənin üstünə qoyuram. Orada bizdə sərtdir deyə ona görə onu saxlayır. Belə, amma bunu açmaq bir çətin imiş. Amma belə nəticə məncə qəşəng olacaq. İndidən işıqları yanmır, hələ qəşəng görsənir. Burada deməli onları ora astım, işığını yandırdım. Bura qədər bir problem yoxdur. Burada nə problemimiz var? İşığa çatmır. Görürsünüz? Yəni hələ 6 metrdir işıq. Normalda amma bura 5 metrdir. Sadəcə olaraq onun toka taxılan yeri çox qısa olduğundan. Yəni belə, o hissə belə qaldı. İşığı söndürəndə bilinməyəcək, amma əslində bu evə köçməmişdən qabaq təmir vaxtı yoldaşıma demişdim ki, bəs pərdənin yanında yuxarı hissəsində mənə işıq taxmaq üçün bir dənə rozetka qoy. Yoldaşım da sağ olsun, təmir vaxtı götürüb rozetkanı görün hardan qoyub. Birini oradan qoyub, birini isə buradan lap aşağı bir yerlərdən qoyub. Yəni elə yerlərdən qoyub ki, heç biri mənə bir xeyri yoxdur da həqiqətən. Yəni siz də əgər belə evi bəzəmək, dekor eləmək, pərdədən işıq asmaq fikirləşirsə, mütləq ki, yuxarıdan bu hissələrdən bir dənə rozetka qoyun. Ki, həm işığın nə qədər qısa olsa da taxılan hissəsi və yaxud da uzun olsa da yenə sizin üçün bir problem yaratmır. Rahat-rahat işığınızı taxa bilirsiniz. Belə oldu. İndi də sim işıqlarımı taxacağım. İşıqlar sönəndə daha qəşəng görsənəcək. İndi bir dənə qaldı onun belə yazısını asmaq. Bir də ki, 1-2 dənə ulduzum var. Belə onları da gətirim asım. Məncə qəşəng oldu. Qızlar, görün hələ mən hara çıxmışam. Bir dənə bunlara görə yeni aksesuarların biri yığmışdım, qardırobun yuxarısına qoymuşdum. İndi pilləkəni gətirməyim deyə burada əmələ başlı cəkcanlıq eləmişəm. Şkaflara dırmaşmışam, meymun kimi gəzirəm. Axır ki, nəysə, bunu da tapdıq. İndi bunu pilləkənə yapışdıracağım şüşəsinə ki, o şunurları bunda keçirdib asa bilim. Bu arada bunu Temudan almışdım. Çöl balkona vurmuşam. Yeni ışıqların asanda hələ də qalıb nə qədər yağış, qar gördü, amma heç də olmayıb. İndi o fikirləşirəm ki, onları necə qopardacağım. Nəysə, bunları da yapışdırım. Qopardım isə belə bıçaqla falan belə sıyırıb yığışdırarım. Qızlar, sim işıqlarımı da qoşdum. Nəticə olaraq belə görsənir. Məndə çox qəşəng oldu. Bu yazıları da qoydum bura. Belə
Düzdüm ki, yerdə belə ipə keçirmək daha rahat olsun. Qaldır, dart özəl tərəf, dart. Deməli, bu yazını buradan astım. Amma nəsə, bilmirəm. Ya mən yaxşı asa bilmədim. İstəyirəm ki, buradan asım. Buradan ora qədər belə asım. Qərarsız qaldım. Aslında burada elə bir pis görsənmədi. Hə, nə deyirsiniz? İşıqları söndürün, baxın elə. Belə bir şey. Biraz işıqları bağladım deyə onları biraz dartdı. Ona görə biraz narahatam. Kızlar, onu elə oradan götürmədim, qaldırdı. Yoldaşıma dedim, o da dedi ki, qalsın, yaxşıdır. Nəysə, indi isə burada belə ulduzlarım var. İstəyirəm ki, bunlar da birini sağ tərəfdən, birini isə sol tərəfdən asım. Görüm hələ necə olacaq. Bu pəncərəni boş saxlayıram, çünki burada işıq falan heç nə asa bilmirəm. Çünki rozetka yeri yoxdur. Ona görə belə həmişə yazıq, belə boş qalır. Buna da sizə Timoda USB-yə gedən, amma daşla işləyən başlıqlar var. Gərək ki, ondan alım. Burada belə işıqlar falan asaram. Yəni, bu Ramazan yox, gələcək bayramlarda. İndi baxın hələ qızlar, necə oldu? Təkrar yenə işığı söndürüm. Baxın, belə. Məncə yaxşı oldu, hə? Biraz isindim o yazılara. Əvvəl biraz çox bəyənməmişdim, amma indi düşünürəm ki, yaxşıdır. İndi isə keçirəm. Günüz yarım qalan işimə. İndi onları hazırlamışam. Gətirim onları da asım onun yanından. O güldanı da oradan dəyişmək istəyirəm. Masanın dekorunu dəyişmək istəyirəm. Belə indi onları da hazırlayayım. Göstərim sizə. Kızlar, bunları da astım. İstədim ki, buradan göstərim sizə. Dəqiqə. Necə görsənir? Məncə arxası buradan o tərəfə baxanda çox qəşəng görsənir. Düz oradan da yaxşı görsənir. Amma indi buradan bir dəqiqə uzaqlaşdırım. Aha. Baxın belə. Onlar da özü fırlanırlar. Çox qəşəng görsənirlər. Bunları da koydum. Bu dekoru mən almamışam. Bunu at almışdı mənim üçün. Bunun əslində içində ürək çərçivəsi var idi. Hər hansı ki, buradan belə asmağa. Mən onu çıxartmışam. Yəni, tam Ramazana uyğundur da həqiqətən. Qarşısına belə bu Temudan aldığım dekor. O saat qum saatını Temudan almışam. Hətta bu səbətə də Temudan almışam. Belə, bunları da bura koydum ki, belə tam Ramazan abı havası. İndi isə bizim var burada belə ulduzumuz. Bu ulduzu isə istəyirəm düzəldim. Asım buradan belə yuxarıdan, belə üz aşağı belə düşsün. Bu ulduzu da astım buradan. Görün nəylə asmışam, hələ belə şilkalar vardı. O qızılı ulduzların içindən çıxan. Onlarla belə astım buradan. İndi düşüm aşağıya sizə tam göstərim. Oy! Kör kimi arxaya yedirəm, baxmıram. Yıxılmışdım az qala. Nəysə qızlar. Mən ulduzu da oradan astım. Necə oldu? Tam yekun halı. İndi fənərlərin işığını yandırıb bir dənə qəşəng shorts videosu hazırlayacağım. Buralar da belə. Buralar da onsuz da gördünüz. Amma məncə pərdəsi də daha qəşəng oldu sanki, hə? Yazları ilk öncə bəyənmədim, amma indi xoşum gəldi. Bizim yenə üstü də görübsünüz, onsuz da belə. Kızlar, indi isə sizə zala girəndə necə görsənir, onu göstərirəm. Tam olaraq, baxın, Ramazan abı havası hiss olunur məncə, hə? Ora elə, düzgün də bu arada belə künc qoydum. Gördüm ki, nəsə düz o deyil. Ulduzumuz da orada. Belə. Məncə qəşəng oldu. Kamerada görmüsünüz. İndi isə qaldı bir dənə divanın balışı gəlməlidir. Ona da bir dənə balış üzü vurmuşam əslində. 2 dənə vurmamışam. İndi hər nədə onu da qoyaram ora. Divana da bir Ramazan abı havası olar. Belə, indi qalıb mənim bir dənə ay dekorum. O da gəlsin inşallah. Buranın güzgüsü dəyişsin. Onda daha qəşəng olacaq. Hələ ki belə. Deməli, işıqları da bura düzdüm. İndi isə bunu buradan qoşaq. Baxın. Məncə bu da qəşəng alındı. Sadəcə olaraq bir problemimiz var ki, bizə bu ışıqdan bir dənə də lazımdır. Çünki bir dənə qalır. O isə tam o hissiyat olacaq. Oraya isə çatmayacaq. İndi onda yoldaşıma desəm yenə deyinəcək ki, qurtarmada sən bu Ramazan alışverişini. Qızlar, almağa ehtiyac qalmadı. Çünki o hissədə baxın, aşağı düşüb göstərirəm. Çox az bir hissəsini çatmadı. Yəni birini də alsam
çox artıq qalacaq bu dəfəki. Ona görə elə belə də qalsın. Şimdi düşək sizə aşağıdan da göstəreyim. Bu arada evdə mən nəsə bir iş görəndə bilirsiniz də, yəni hər tərəfi pisinə qoyuram. Tam yekun halda belə. İndi bu hissiyə də belə almayacağıq artıq. Çünki alsam 3 metrədə çox artıq qalacaq. Ona görə elə biraz çatmadı, o da eybi yoxdur, heç nə olmaz. Belə. Deməli, əlimdə bir dənə də belə bir işığım vardı, 10 metrə. Onu da belə güzgünün başına qoydum. Hətta belə yerə qədər indi işıq yansın. Bir dəqiqə bunu yaxşı rejimə qoyum. Baxın belə. Buranı da belə. Məncə belə də yaxşı oldu, hə? Belə qızlar, artıq saat 2-nin yarısıdır. Mən də həqiqətən də yoruldum. Vlogu isə burada sonlandırıram. Gedim indi kuklanı falan belə dağınıq günə qoymuşam hər tərəfi. Onları yığışdırım. Amma tam belə hər tərəfi toz salınmaq silmək işini isə sabahlar eləyəcəm inşallah. Oldu qızlar, kanalıma abunə olmağı, videonu bəyənməyi və yorumlarda fikirlərinizi yazmağı unutmursunuz. Mənə dəstək olsanız çox-çox sevinərəm. İnşallah ki, hər vlogda deyirəm, bəlkə də bezmisiniz, amma mart ayına qədər 5000 olmaq istəyirəm. Dəstək olsanız mənim üçün çox gözəl olar həqiqətən. Gələn vlogda görüşənədək hələlik.